deyəndə biz nə başa düşürük? Kompüter qrafikası kompüterdə qrafik təsvirlərin yaradılması və onların yaradılması üçün lazım olan proqram vasitələrinin, lazım olan fayl növlərinin, lazım olan rəng modelləri haqqında öyrənən bir sahədir, bir bölmədir. IT ixtisaslarında kompüter qrafikası ayrıca fənn olaraq tədris olunur. Bəzi yerlərdə kompüter qrafikası web dizayn, web qrafik olaraq tədris olunur. Bəzi yerlərdə kompüter qrafikası mexaniki qrafik olaraq tədris olunur. Bəzi yerlərdə sadəcə çertyojlar falan bu işlər üzərində işlər görülür. Amma kompüter qrafikası dediyim kimi çox böyük bir sahəni əhatə edir və dərsliyinizdə Windows 11 deyirəm, 11 fəsil 11-də 11.1-in içərisində kompüter qrafikası haqqında kiçik bir məlumat qeyd olunub orada. Hansı sahələrdə? Ümumiyyətlə kompüter qrafikası hansı sahələrdə tətbiq olunur? Tətbiq sahələrinə vizuallaşdırma, layihələndirmə, modelləşdirmə və qrafik istifadəçi interfeysi daxildir və orada olan mövzular haqqında adlarını bilməyiniz, tətbiq sahələrini bilməyiniz kifayət eləyir sizin üçün. Tərkibində olan mətn materiallarını isə sadəcə oxuyub üzərindən keçməyiniz kifayət eləyər sizin üçün və ilk qrafik redaktor Sketchpad proqramı olmuşdu və bundan sonra artıq yeni proqramlar yaranıb. Bugünkü gündə bir çox istifadə etdiyimiz proqramlar hamısı qrafika əsasında qurulmuş proqramlardır və gələk kompüter qrafikasının növlərinə. Kompüter qrafikasının növlərinə 4 cür növ aiddir. Raster qrafikası, vektor qrafikası, fraktal qrafika və 3 ölçülü qrafika və ya 3D qrafika da deyirik buna. Gələk biraz raster qrafika haqqında danışaq. Raster qrafikada ən sadə element, ən əsas element, raster qrafikasının əsas obyekti piksellər nəzərdə tutulur. Bu qrafikada olan təsvirlər piksellər əsasında formalaşmış, birləşmiş təsvirlərdir. Hansı ki, piksellər bizim bugünkü gündə bildiyimiz xırda-xırda kvadrat nöqtələr hesab olunur və piksel kompüter ekranında və ya qrafik təsvirdə belə deyək, qeyd olunan ən kiçik elementdir. Və piksellər kompüterdə, daha doğrusu qrafik təsvirdə nizamlı şəkildə və bərabər ölçüdə düzülür. Yəni bütün piksellər bir-birinə bərabər ölçüdə olur və onlar öz tərkibində müxtəlif rəngləri, rəng modellərini birləşdirirlər. Və raster qrafikasının müəyyən üstün və çatışmaz cəhətləri var. Üstünlükləri odur ki, burada çox yaxşı işləmək üçün çox yaxşı redaktorlar var və onlar da həmçinin yaxşı emal vasitələrinə malikdir və burada rənglərin ötürülməsi üçün yüksək dəqiqlik var. Çatışmazlıqlarından biri isə ən əsas səbəblərindən birini sərt pikselləşdirmə deyə bilərik. Sərt pikselləşdirmə nədir? Biz burada məsəl üçün adi bunun özündə belə hər hansısa bir hissəni böyüdürəm. Bax bu qaydada. Fikir versə, hal-hazırda burada keyfiyyətli bir şəkildə açılıb. Bunu bir balaca da böyütməyə çalışıram, artıq böyümür. Bunu böyütdüyüm halda bunun içərisində təsvirləri xırda-xırda nöqtə şəkli, bu hazırda şəkil formatında deyildi, ona görə belə görsənmir. Bunun içərisində olan şəkillərin içərisində obyektləri biz piksellər şəklində, xırda-xırda kvadratlar şəklində görə bilərik və bu kvadratlar da artıq həmin piksellərdir ki, həmin piksellər əsasında birləşib, belə deyək, bizim qrafik təsvirimiz yaranmış olur. Və o piksellərdə dediyimiz kimi tərkibində rəng modellər, rəngləri birləşdirirlər. Bir dəqiqə görək, dərsimizə kimsə qoşulmaq istəyir deyəsən. Və bu piksellərdən əlavə bizdə raster qrafikada nələr var? Piksellər qeyd elədik ki, ən əsas obyekti oldu raster qrafikanın. Axşamınız xeyir. Və növbəti gəlir nə? Raster qrafikası ilə bağlı olan əsas anlayışlar. Raster qrafikasında əsas anlayış olaraq kadr buferi qəbul edirik və kadr buferindən dolayı müxtəlif belə deyək anlayışlar ortaya çıxmış olur. Kadr buferinin dərinliyi, ayırd etmələr və fiziki ölçülər və s. Bəs kadr buferi nədir? Kadr buferini biz belə deyək, elmi mənada belə bir tərif verir ki, ekranda piksellərin işıqlanmasını təyin edən kodların əmələ gətirdiyi verilənlər masivinin saxlanıldığı qrafik yaddaşın bir hissəsidir.
Bu elmi cəhətdən biraz belə deyək, qəliz bir və yadda qalmayan bir, yadda saxlanması çətin olan bir tərifdir. Kadr buferinə belə bir tərif verə bilərik ki, kadr buferi ekranda piksellərin göstərilməsi üçün lazım olan bir yaddaş sahəsidir. Qrafik bir yaddaş sahəsidir. Aydındır. Və kadr buferinin dərinliyi deyəndə artıq həmin bu piksellərin hər birinin informasiya biti ilə ifadə olunması nəzərdə tutulur. Yəni kadr buferinin dərinliyi hər bir rəngin, hər bir pikselin informasiya biti, yəni ölçü vahidi ilə ölçülməsi, informasiyanın ölçü vahidi ilə ölçülməsi deməkdir. Və kadr buferinin ölçüsünə bəzən ayırd etmə də deyirik. Ayırd etmə üçün 3 cür ayırd etmələr var. Orijinal təsvirin ayırd etməsi var. Demək, ekran təsvirinin ayırd etməsi var və printer təsvirinin ayırd etməsi var. Orijinal təsvirin ayırd etməsi DPI deyə, dot per inch deyə bir ölçü vahidi ilə DPI ilə ölçülür. Ekran təsvirinin ayırd etməsi pixel per inch PPI ilə ölçülür və printer təsvirinin ayırd etməsi isə LPI, line per inch LPI kəmiyyəti ilə ölçülmüş olur. Və növbəti raster qrafikasında bundan əlavə proqram növləri, proqram adları var. Ən sadə redaktor olaraq raster qrafikasına Paint və ya bugünkü gündə ən çox istifadə etdiyimiz Photoshopdan misal gətirə bilərik. Photoshop proqramı ilə işləyənlər varsa aranızda, Photoshop proqramını yaratdığınız, həmin proqramda yaratdığınız təsvirlər və ya elementləri yaxınlaşdırsanız kiçik-kiçik piksellər görə bilərsiniz. Və bir sıra orada proqram adları var. Bu proqram adları ilə siz 11.2-ci içərisində kitablarınızda, dərslərinizdə yaxından tanış olacaqsınız. Və təbii ki, qrafik redaktorlarda olan proqramlara uyğun müxtəlif fayl genişləmələri var ki, bu fayl genişləmələri də bax burada qeyd olunub. Raster və vektor arasında hazırda qeyd olunub. Biz hələ ki rastera baxırıq. Raster qrafikada bax burada gördüyünüz qrafik fayl genişləmələri var. Hansı ki biz bu haqda fəsil 5-i keçəndə əməliyyat sistemi dərsində ətraflı öyrənmişdik. Burada TIFF, PCD, BMP, sonra PCX, GIF, PDF, JPEG və PNG kimi fayl genişləmələri var ki, bunlar düşünürəm ki, sizə tanışdır. Və təbii ki, bunlardan əlavə də fayl genişləmələri var. Burada bir qismi qeyd edilib, amma ən çox sizə elə rastınıza bunlar çıxacaq. Demək olar ki, %90% qeyd edilib raster qrafikada olan fayl genişləmələrə dair. Və bu belə. Bundan əlavə bu artıq olur raster qrafika ilə bağlı olan bizi əlaqələndirən hissələr. Bundan əlavə gəlir ikinci bir növü, ikinci bir sahəsi vektor qrafikası. Vektor qrafikasında, raster qrafikasında biz dedik ki, əsas element, əsas obyekt piksellərdir, amma vektor qrafikasında əsas element, əsas obyekt xətlərdir, yoldaşlar. Və artıq vektor qrafikasında qurduğumuz şəkillər xətlər əsasında yaradılır, düzəldilir. Və burada da təbii ki, üstünlüklər və çatışmazlıqlar deyə cəhətlər var. Bu haqda da dərsinizdə ətraflı qeyd olunub. Bu nəzəri hissələr haqqında çox danışıb vaxt itirmək istəmirəm. Yəni əsas bizdə məsələ tipləri falan bizi qarşıda gözləyir. Əsas olaraq öyrənərik yoldaşlar ki, o hissələrə çatanda dərsin sonunda yorulmayasınız deyə bu nəzəri hissələr haqqında elə kitabdan oxumanız kifayət edir. Və fraktal qrafika. Fraktal qrafika da vektor qrafikasına bənzər bir qrafikadır, amma burada qrafik təsvirlər xətlər vasitəsilə yox, müəyyən riyazi düsturların köməyi ilə və ya riyazi hesablamalar əsasında ortaya çıxmış olur. Məsəl üçün, burada ən sadə bir tutaq ki, bu dairə işarəsinin yaradılması müəyyən bir düstur əsasında formalaşmış və meydana çıxmış olur. Aydındır. Və növbəti gəlir fraktal qrafikadan sonra üç ölçülü qrafika. Üç ölçülü qrafikada 3D təsvirlərin yaratılması üçün nəzərdə tutulmuşdur. Hazırda bu şəkildə gördüyünüz məsəl üçün bu şəkil 3D bir layihədir. Mən bayaq 11.1-in tərkibində olan vizuallaşdırma, layihələndirmə, modelləşdirmə və qrafiki istifadəçi interfeysi haqqında dedim ki, kompüter qrafikasının tətbiq sahələridir. Layihələndirmə hər hansısa bir obyektin belə deyək, layihə təsvir şəklində ifadə olunmasıdır. Amma modelləşdirmə həmin obyektin müəyyən, həmin layihənin müəyyən obyektlərlə, müəyyən maketlərlə belə deyək, 3D formatla artıq
belə deyək, əyan təsvirinin qurulmasıdır. Artıq şəkil formatında yox, yəni müəyyən obyektlərlə, maketlərlə yaradılmasıdır. Bax, burada da üç ölçülü qrafika həmin layihələndirmə və modelləşdirmədə çox istifadə olunan bir qrafika növündəndir və üç ölçülü qrafika, 3D qrafikaların içərisinə avtomatlaşdırılmış layihə sistemləri, CAD sistemləri var ki, bunlar haqqında biz proqram təminatını fəsil 4-ü keçəndə öyrənmişdik. 4 əsas avtomatlaşdırılmış layihə sistemi olan CAD proqramımız var. AutoCAD, OrCAD, MassCAD və ArchiCAD deyə 4 əsas proqramımız var və bu proqramlar da hərəsi müxtəlif sahələrdə tətbiq olunurdu. Və növbəti yenə vektor qrafikasına aid müəyyən yenə proqram adları burada qeyd olunub. Buna ən sadə proqram olaraq CorelDRAW proqramını göstərə bilərik və ya Freehand proqramını göstərə bilərik. Və CorelDRAW proqramında fail genişləmələri CDI, Adobe Illustrator-da AI və s. fərqli fail genişləmələri var. Bunlar haqqında da yenə dərsinizdə qeyd olunub, oradan müəyyən qədər öyrənərsiniz. Və üç ölçülü qrafikada tərkibində 3D yazılanlar, uşaqlar, bunu bir mənalı olaraq qəbul edin ki, artıq bunlar üç ölçülü 3D qrafikalardır. Fraktal qrafika proqram adları da var. Biz proqram təminatını keçəndə də öyrənmişdik ki, proqram təminatında proqram adları ilə bağlı olan bütün hər şey əzbərdir. Yəni bu hissələri sadəcə əzbərləməklə yadda saxlaya bilərsiniz uşaqlar. Xüsusi diqqət edin, çünki qəbulda sual olaraq bunlar rastınıza çıxa bilər. Ümumiyyətlə kompüter qrafikası biz nəzər salsaq, fəsil kitabın içərisində fəsil 11-ə salınıb. Mən bunu bütün qruplarda da bildirirəm ki, nəyə görə fəsil 11-ə salınıb bəs. Fikir versinizsə, bu dərsin içərisində həm nəzəriyyə var, həm bax bu tipdə fail genişləmələri, fəsil 5-dən bir hissə var. Həm bax proqram adları, fəsil 4-dən proqram təminatından bir hissə var. Həm bizi orada kitabın daxilində Paint redaktoru gözləyir. Paint redaktoru haqqında düzdür, biz danışmayacağıq heç. Orada bəzi əmrlər var ki, sizə deyəcəm, orada şəkil 16 falan var, onları öyrənərsiniz. Yəni bu da Word, Excel, PowerPoint kimi tabların və lent qruplarının təkrarlanması əmrlər. Fikir versiniz ki, yəni fəsil 11-ə qədər gəlib çıxana qədər biz gərək bütün mövzuları öyrənək ki, kompüter qrafikasının əsaslarını da yaxşı şəkildə öyrənə bilək. Sonra ardınca indi bizi məsələlər gözləyir, hansı ki biz fəsil 1-in içərisində 1.5-də məsələ tipləri var idi. Orada öyrənmişdik məsələ tipləri haqqında, həcm məsələləri, sonra informasiyanın ölçü vahidlərinə aid yenə fəsil 1-də öyrənmişdik. Burada da çox istifadə edəcəyik. Yəni ona görə biraz dərin mövzudur, biraz çox şey içərisində əhatə edir. Biraz ona görə diqqətli olaq bu mövzuda. Olur. Çətin mövzu deyil, testləri çox rahat olur bunların. Amma biraz diqqətli olmaq lazımdır. Çünki çaşdırıcı çox şeylər olur burada. Qarışdıracağımız çox şeylər olur. Və vektor qrafikasına aid fail genişləmələri də burada qeyd olunub. Bunlar hərəsi hansı proqramdır, belə şeylər əzbərləmək məcburiyyətində deyilsiniz. Bəzi proqramlar var ki, kitabda da adlar keçir. CDR-dır, CorelDRAW-dur, AI-dır, Adobe Illustrator proqramında, sonra Adobe InDesign proqramı var və s. Onların içərisində olan proqramların genişlənmələri də onlar haqqında qısaca öyrənərsiniz. Keçək əsas məsələ olan rəng modellərinə. Tələbələrin ən çox belə deyək, çətinlik çəkdiyi deməyək, qarışdırdığı məsələ tiplərindən biri məhz rəng modellərinə məxsusdur. Ümumiyyətlə rəng modelləri haqqında birinci danışaq, sonra keçərik məsələ tiplərinə. Rəng modelləri deyəndə biz nə başa düşürük? Ümumiyyətlə dünya üzərində gördüyümüz bütün rənglər 3 əsas rəngdən formalaşmışdır. Qırmızı, yaşıl və göy rənglər. Və hər bir rəngin 256 ədəd rəng çaları, 256 ədəd rəng tonu var və təbii ki, biz bu rəngləri bir-birindən, hər rəngi müəyyən kodu vasitəsilə bir-birindən ayırdığımız halda, yəni onların insan gözü o qədər formalaşmayıb ki, həmin rəngləri bir-birindən ayıra bilsin. Bu üç rəng birləşir, RGB rəng standartını, RGB rəng modelini yaradır və məsəl üçün burada bax 256 rəng modeli olduğunu bildirdik. Burada olan rənglər uşaqlar 0-dan 255 də daxil olmaqla kodlanır, nömrələnir. Amma dediyimiz kimi ümumilikdə 0-dan 255 nömrəsi ilə kodlansa da ümumilikdə 256 rəng sayı var. 0 özü də daxildir bu siyahıya ona görə. Və əgər biz hər rəngin 255 kodundan istifadə etsək, məsələn bu nə deməkdir 255 kodundan istifadə etmək? Məsələn qırmızı rəngin 255 kodundan istifadə etmək, qırmızı rəngin tam özünü, tam dolğun özünü göstərmək deməkdir. Məsəl üçün 240 bir balaca açıq qırmızıdır, 230
daha açıq qırmızıdır. 200 məsəl üçün 10 daha açıq qırmızıdır. 180-lara düşdükcə artıq qırmızının müxtəlif tonları 150, 120, 90 neçə, nə bilim, yavaş-yavaş aşağı düşdükcə artıq qırmızı rəngin müxtəlif tonlarını, çalarlarını almış olacağıq biz. Hətta buna aid mən internet üzərindən sizə bir neçə saytda deyərəm. Orada RGB rəng modelinin yəni kodları ilə qiymətləri ilə kodları ilə rənglərin belə deyək tonlarını görə bilərsiniz. Amma o rəng tonlarını təbii ki əzbərləmə və yadda saxlamaq sizin üçün heç vaxt tələb olunmur və ya vacib də deyil. Çünki yadda saxlamaq mümkün deyil. Və növbəti gəlir yaşıl rəng. Həmçinin yaşıl rəngi də 0-dan 255-də daxil olmaqla kodları var və 256 dənə sayı var. Bu rəngin də rəng çaları olaraq eyni qaydada mavi rəngin göy rəngində eyni qaydada 256 rəng çaları var və toplamda 256, 256, 256 RGB rəng modelində toplamda 256 vurulsun, 256 vurulsun, 256, yəni 208 vurulsun, 208 vurulsun, 208, toplamda 224 sayda rəng sayı var uşaqlar. Və indi baxırıq nəyə? Əgər rəngin 255-ci tonundan istifadə olunursa, yəni tünd qırmızı deməyək, tam qırmızı, tam yaşıl və tam göy rənglərin 255, 255, 255 kodundan istifadə olunursa, bu halda bizim üçün ağ rəng meydana çıxmış olacaq. Yox, əgər rənglərin heç bir tonundan istifadə olunmursa, 000 deyə kodlarından istifadə olunursa, bu halda bizim üçün qara rəng ortaya çıxmış olacaq. Aydındır. Və bu sağ tərəfdə gördüyünüz hissədə bizim üçün belə deyək, rəng modelimiz var, uşaqlar. Həmin bax. Bir dəqiqə mən qələmi götürüm. Aha. Baxın, uşaqlar. Bir dəqiqə. Niyə bunu götürmür, seçmir? Okey. Baxaq uşaqlar, bax. Bu gördüyünüz yaman tündür bu. Bir dəqiqə. Nəsə bunu ilk dəfədə bu proqram daxilində bundan istifadə edirəm, açıq desəm. Aha. Okey, bunu qoyaq yerinə. Bunu götürək. Düşünürəm ki, bizə kifayət edir. Demək, baxaq uşaqlar. Bax, bu gördüyünüz, bax, green rəngi. Bu gördüyünüz red rəngi. Bu gördüyünüz isə blue rəngidir. Və bu üç rəngin birləşməsindən, red, green və blue-nun birləşməsindən bizim üçün RGB rəng modeli yaradılıb uşaqlar. Və bu rəng modelindən, RGB rəng modelindən də müxtəlif törəmə rəng modelləri var. Buna misal olaraq CMYK, HSB, monoxrom, təhlükəsiz palitra və s. High color, true color deyə rəng modelləri var. İndi onlar haqqında da bir danışacağıq. Bax, hal-hazırda gördüyünüz bax red, green və blue. Bu üç rəngin birləşməsindən müxtəlif rənglər yaranır olur. Bax, burada gördüyünüz red və greenin birləşməsindən belə bir sarı rəng, qırmızı ilə yaşılın birləşməsindən belə bir sarı rəng ortaya çıxmış olur. Və bu sarı rəng, bax, Y hərfi ilə işarələnir. İndi baxaq nəyə görə bunu Y hərfi ilə işarələnməlidir. Növbəti, green və blue rənglərinin birləşməsindən belə bir rəng yaranmış olur. Bu da siyan rəngidir və C hərfi ilə işarələnir. Bir də qırmızı və blue rənginin birləşməsindən M hərfi magenta yaradılır və CMYK deyə bir rəng modelimiz var ki, bu da RGB rəng modelindən törəmə bir rəng modelidir. Burada artıq rənglər olaraq siyan rəngi, magenta rəngi, yellow rəngi və black, qara rəngdən belə deyək, yaradılır və bunlardan istifadə edilir. Bəs deyə bilərsiniz ki, uşaqlar, bunların hamısı bax CMY, bunlar niyə baş hərflərindən, black isə K hərfi ilə işarə olunub. Buna ona görə əsas gətiririk ki, RGB rəng modelində red, green, blue. Blue sözünün baş hərfi ilə
B deyə işarələnib deyə artıq CMYK-da B ilə işarələnsə, artıq bu qarışdırılacaq ki, bilinməyəcək bu qara rəngdir, yoxsa göy rəngdir. CMYB belə bir şey olmuş olacaq. Bu artıq bilinməyəcək. Ona görə artıq bunu belə deyək, qara rəngin sonuncu hərfi ilə, black-in K-sı ilə, K-sı ilə işarələyiblər və belə bir rəng modeli yaradıblar. CMYK rəng modeli. Və bundan əlavə uşaqlar, bu CMYK rəng modeli və RGB rəng modelindən əlavə HSB rəng modeli, monoxrom rəng modeli, təhlükəsiz palitra və s. digər şeylər də var. İndi baxaq ki, uşaqlar, bəs bu CMYK rəng modelinin rənglərini mən necə belə əzbərləyib yada saxlaya bilərəm ki, red ilə green birləşdi, yellow yaratdı və ya bunların kodları necə olur? Ümumiyyətlə, baxın uşaqlar, mən sizə bunu öyrənməyimiz üçün ən rahat, ən qəşəng bir cədvəl metodikası deyəcəm. Cədvəl metodikası və ya hərflərin alt-alta yığılması. Bu metodikadan da istifadə edə bilərsiniz, amma qətiyyən bu dediklərimi kiməsə bildirməyin. Baxın uşaqlar, bax, belə bir şey qeyd edəcəm. R, G və B. C, M, Y və K. Bunları baş hərflərlə işarə edilmiş olur. Red, green və blue. Blue. Bunu pis yaratdım. Bir dəqiqə uşaqlar. Bura mən yenidən çəkim. Okay. Gəlin, mən bunu görək. Baba, burada çəkim uşaqlar. Burada daha aydın görmüş olacaqsınız. Gəlin, indi rənglərin yaşıl, düşünürəm ki, oxuya bilərsiniz uşaqlar. Belədir. Oxunur mənim. Əla, əla oxunursa əla. Blue. Bir dənə də qırmızı rəngi götürək. Bunun əsasında da artıq siyan rəngi. Siyan. Sonra magenta. Belə qeyd elədim uşaqlar. Bir, siyan, magenta, yellow, C-M-Y-K, yellow və black. Okay, indi baxaq uşaqlar nəyə? Baxın. Və burada nəyə diqqət edirik? R, G, B, C, M,
Y və K. İndi baxaq uşaqlar. Əgər bizə məsəl üçün desə ki, bax. Sarı rəngi yaratmaq lazımdır. Biz hansı rənglərin tonlarından istifadə edərik? Sarı rəngi yaratmaq lazımdırsa, mən gəlib baxın, sarı rəngdən və onun üstünə düşən rəng hansıdır? B hərfi, yəni blue rəngi. Bunun üzərinə bir dənə xətt çəkəcəm. Bax bu qaydada. Demək ki, mən R və G, yəni red və greendən istifadə edirəm. Hansı tonlarından? Təbii ki, red greenin öz rəngi neçə deməkdir? 255 deməkdir, elədir? Təbii ki, 255-dən istifadə edirəm. Bax bu qaydada. Deməli, sarı rəng yaratmaq üçün biz 255 və 0 kodundan istifadə etmiş olacağıq. Sizin dərsliyinizdə bunlar düşüb, yazıb sarı rəng 255 0, magenta rəngi 255 0 255, siyan rəngini 0 255. Bunu yadda saxlamaq, əzbərləmək çox çətin məsələdir. Təbii ki, öyrənə bilərsiniz, yadda saxlaya bilərsiniz, amma əzbərləyəcəksiniz və sonra yaddan çıxacaq. Amma bunu bu qaydada əsasla öyrənsəz daha rahat olar sizin üçün. Məsəl üçün baxın, bayaq belə bir şey dedik. Dedik ki, qara rəng yaradılması üçün 0 tonlarından istifadə olunur. Baxaq bir dənə, qara rəng, black rəngin üzərinə heç nə düşmür. Demək ki, bu 0 və 0 tonundan yaradılır. Aydındır? Amma məsəl üçün sarı rəng yaratmaq üçün baxdım ki, sarı rəngdən hansı hərf alt-alta düşür? RGB və CMYK-da bu ilə Y alt-alta düşür. Demək ki, blue rəngindən istifadə olunmur. Blue rənginə 0 yazıram. Qalanlarının isə tam tonundan, yəni 255 tonundan istifadə olunur. 255 yazdım bura. Və ya bunu unutduq. Görə bunu poza bilərik. Yenə götürmür. Məsəl üçün görək inşallah ki, pozuldu, hamısı pozuldu. Təzədən yazaq. B və hansılar idi? Y və K. Elədir. İndi baxaq, yoldaşlar. Məsəl üçün, magenta rəngini almaq üçün mən nəyin üstünə xətt çəkərəm? Bax, bunun üstünə xətt çəkərəm. Hansı rəngdir? G rəngi, yəni green. Greenə bir dənə 0 atıram, olur bura. Və baxıram hansı rənglər qaldı? Red və blue. Demək ki, bunlara 255 yazacağım. Aydındır. 255 və 255. Bunun butonlarından istifadə edelim. Vəssalam. Buraya sualımız var. Eyni qaydada siyan rəngidir. Baxıram siyan rəngi hara düşür? Redin altına. Demək ki, green və blue'dan istifadə olunur. Redə 0 atıram. Buna 255. Həmçinin buna da, digərinə də 255 yazırım. Aydındır, yoldaşlar. Vəssalam, söhbət bağlandı. Burada çətin heç nə yoxdur. Bax, bu prinsiplə və bu cədvəl prinsipi ilə öyrənmiş olsaz, sizin üçün çox rahat olar. Vəssalam, bu belə olur. Bundan əlavə bizdə müxtəlif rəng modellərində istifadə olunan rəng sayı və piksellərin sayı ilə, həcmi ilə bağlı bir məlumat var. Baxırıq, bax burada nə var? Monoxrom rəng modeli var. Monoxrom rəng modeli odur ki, ağ və qara rəng var burada. Sadəcə 2 rəng var. Və rəng sayı 2 də nədirsə, bu 2-nin hər hansı bir qüvvətinə ifadə olacaq. 2 üstü 1 deməkdir. Və bu o deməkdir ki, bunun üstündə olan bu 1 uşaqlar həmişə bir rəngin həcmini, bir pikselin həcmini bildirir. Demək ki, burada 1 bit yer tutmuş olur bir rəng. Təhlükəsiz model verirsə, təhlükəsiz rəng modelində 256 rəng var. Bir rəng 8 bit yer tutur. 208-dən. High color yüksək standart, yüksək keyfiyyət deməkdir. Yüksək rəng modelində RGB və ya CMYK-də fərq eləmir. 2/16 sayda. Burada 10 yazılıb, səhv yazılmış olur. 2/16 sayda. Yəni 16 bit. Bir rəngin həcmi 16 bit olmuş olur. RGB true colorda bayaq dediyimiz kimi bir rəngdə neçə rəng oldu? Bax, red rəngin 2/8 sayda, green rəngin 2/8 sayda, blue rəngin 2/8 sayda çaları var.
208, 208, 208 birləşib bizə 224 yaradır. Demək ki, bir rəngin bir pikselin 224 sayda və ya 16777.216 sayda rəng sayı var. O ədədi əzbərləmə məcburiyyətində deyilsiniz. Bir rəngin həcmi isə 24 bit, bir pikselin həcmi isə 24 bit, bir rəngin həcmi və ya bir pikselin həcmi isə 24 bit yer tutmuş olur. CMYK rəng modelində də bir rəngdə 208 sayda rəng varsa, 208, 208, 208, 4 dənə rəng var da, yəni 232 eləyəcək, bu da eləyəcək 31 rəngin həcmi 32 bit. Aydındır, uşaqlar. Bu da belə. Bura aid sualımız varmı, uşaqlar? Bura aid sualımız yoxdursa, indi baxırıq buna aid məsələ tiplərinə. Bax, bizə məsələ tipi verir. Ümumiyyətlə, piksel sayı necə ifadə olunur? Piksel sayı, bayaq, bax, dedik bu haqda. Piksellər raster təsvirlərdir. Yəni, mən sizə bunu bu hissədə görsədim. Burada daha geniş bir sahə var. Niyə götürmür? Aha, götürdük. Bu nöqtəyə vurmalıymışıq. Buranı təmizləyək. Demək, uşaqlar, piksellə bağlı nəyə deyə bilərik? Ümumiyyətlə, şəkillərdə piksellə bağlı belə bir şey var ki, piksel sayı nə qədər çox olsa, şəkillərimiz bir o qədər keyfiyyətli olmuş olacaq. Yəni, biri var ki, bir şəkildə, bax, piksellər belə olsun, belə kvadratlar olsun, belə kvadratlar olsun. Mən bunu yaxınlaşdırdığım halda şəkillər keyfiyyətsiz görsəniz, uşaqlar. Amma piksel sayı nə qədər daha, bu qədər, belə balacalaşdıranda pikselləri. Piksel sayını çoxaldıram, amma piksellər özləri kiçirirlər. Bax, bu qaydada nə qədər pikselim çoxalsa, uşaqlar, şəklin keyfiyyəti, yenə bunu səhv çəkdim. Bir dəqiqə. Bax, buradan çəkək. Aha, tutaq ki, deyil də uşaqlar. Elə fərz edin ki, bunlar piksellərdir. Bax, nə qədər xırda olsa, bir o qədər piksellər daha keyfiyyətli görsənmiş olacaq. Şəkillər daha keyfiyyətli görsənmiş olacaq. Aydındır, uşaqlar. Yəni, bu da belə. Bu olur bizdə piksellərin şəklin keyfiyyətinə asılığı. Piksel sayı artdıqca şəklin keyfiyyəti də bir o qədər artmış olur. Amma pikselin ölçüsü kiçildikcə şəklin keyfiyyəti artmış olur. Pikselin ölçüsü ilə şəklin keyfiyyəti tərs mütənasib asılıdır, uşaqlar. Amma pikselin sayı ilə şəklin keyfiyyəti düz mütənasib asılıdır. Yəni, pikselin sayı artdıqca şəklin keyfiyyəti də artır. Pikselin ölçüsü kiçildikcə şəklin keyfiyyəti artır. Aydındır. Yəni, sayı artanda avtomatik piksel kiçilir. Artıq burada şəklin keyfiyyəti artmış və azalmış, buna əsaslanmış olacaq. Və uşaqlar, bu piksellərin sayı nəyə ilə əsaslanır? Uzunluğunda və enində olan kvadratların sayı ilə. Məsəl üçün, şəkildə deyir ki, şəklin piksel sayı 1024 vur, tutaq ki, 512. 1024 vur 512 piksel sayı olan təsvir. Bu o deməkdir ki, bunun uzunluğunda 1024, enində isə 512 piksel var. Aydındır. Yəni, bu qiymətlər, uşaqlar, sizə şəkil daxilində olan piksel sayını vermiş olacaq. Yəni, bunu görəndə, belə deyək, duruxmuruq, çaşmırıq. Hətta bəzən kompüterlərdə bunu bəzən görmüsünüz də. Orada daxil olursunuz, display parametrlərini dəyişmək istəyəndə vurursunuz ekranı, məsəl üçün, orada yazır 1250 vurulsun 768. 1024 vurur 768. 840 vurulsun 512. Görürsünüz ki, onlara vuranda ekran ölçüləri belə düzbucaqlı, kvadrat və ya başqa formalarda olur. Yəni, o deməkdir ki, ekranda, enində və uzunluğunda bu qədər sayda, məsəl üçün 1024 vurulsun 768 onu deməkdir ki, 1024 bunun uzunluğunda 768 isə enində olan piksel sayıdır. Və artıq onların bir-birinə vurulması sizin üçün kiçik xırda pikselləri yaratmış olacaq, əmələ gətirmiş olacaq. Aydındır. Və məsələ tipləri olaraq belə bir məsələ məsəl üçün qarşımıza çıxa bilər. Deyir ki, 1024 vur 512 piksel sayı olan təsvirdə RGB rəng modelində yaradılmış təsvirin həcmi nə qədərdir? Bunu megabaytla ifadə edin.
Bu tip məsələlər necə işləyəcək uşaqlar? Dərsimizdə bunu qeyd olaraq atırsınız. Həcmin belə bir düsturu var. Həcm bərabərdir. Piksel sayı, mən yazdıqca və ya səsləndikcə siz də yazın uşaqlar. Piksel sayı vurulsun bir pikselin həcmi. Bir pikselin həcmi. Vəssalam. Bu bizdə olur nə? Həcmin düsturu. Şəkil həcmi, təsvirin düsturu, qrafik təsvirin həcm düsturu. Piksel sayını vururuq bir pikselin həcminə. Bəs bir pikselin həcmi bizdə nəyə bərabərdir? Məsələn, RGB rəng modeli dedik, elədir. RGB rəng modelində şu olur. RGB rəng modelində. Baxıram, RGB rəng modelində. 224 sadə rəng sayı var. Bir pikselin həcmi də 24 bitdir. Demək ki, biz piksel sayını 1024/512-ni vuracağıq 24-ə və təsvirin ümumi həcmini tapacağıq. Məsəl üçün, bəzən sizə şəkil göndərilir. Şəklin həcmi tutaq ki, 4.5 megabayt. O necə 4.5 megabayt həcm yer tutmuş olur? O onu bildirir ki, bu hansısa bir rəng modelində hazırlanılır. İçərisində məsəl üçün tutaq ki, deyək, tutaq ki, RGB rəng modelində hazırlanmış bir şəkildir. Kompüterin daxilində elə belə deyək, hazırlanır da artıq bu. RGB rəng modelində hazırlanmışdı. Demək ki, burada bir piksel 24 bitdi. Artıq 4.5 megabayt onun ümumi həcmidirsə, demək ki, orada piksel sayını biz rəng modelinin 24 bitə bölərək tapa bilərik ki, burada piksel sayı neçə vurulsun, neçə ölçüdə ola bilər. Yəni artıq o şəklin enində və uzunluğunda piksel sayını tapa bilərik. İndi məsəl üçün burada deyir ki, 1024 vurulsun 512. Mən baxıram, 1024 buradan həllini yazacağım uşaqlar. Baxın, 2 üstü 10'dur. 2 üstü 10 vurulsun 2 üstü 9. O da vurulsun 24 bit. Mən aldığım yekun nəticəni uşaqlar bitlə tapmış olacağam. Əgər mənə deyirsə ki, bunu megabaytla ifadə elə, artıq mən bunu megabayta çevirməliyəm. 24 vurulsun 2 üstü 19 bölünsün 2 üstü 23. 2 üstü 23 əslində biraz yaxşı rəqəm deyil. Bölsək, burada 2 üstü 4 qalır. 24'ü 16'ya böləndə nə qədər edir uşaqlar? 24 böl 16. 4'ü ixtisar gedəndə 4'də 6 qalır. 8'i ixtisar aparanda 2, 3. Hə. Əla, qəşəng bir qiymət alınır elə. Hə, 1.5 megabayt. Artıq bu faylın həcmi nə qədər olmuş olacaq? 1.5 megabayt. Aydındır? Ya burada çətin bir şey yoxdur uşaqlar. Sadəcə rəng modelində bir pikselin həcmini bilməmiz kifayət edir. Qalanı artıq 24/512 orada hesablamanın artıq 2 qüvvətini ifadə etmək olacaq. Məsəl üçün bizə sual düşə bilər, sual verə bilər. Deyir ki, uşaqlar, bax bir dənə bunları mən təmizləyim buradan, uşaqlar. Bax, məsəl üçün deyir ki 1024 vur 4096 piksel sayı olan təsvir deyək ki CMYK rəng modelində hazırlanıb. CMYK-da. Və ya CMYK-nı qoydum bir kənara. CMYK-nı indi bilirəm də 32 bitdi. Bu nə var bilmirəm. 4 dənə rəng var. CMYK. 4 dənə hərf varsa demək ki 4 dənə rəqəm var. 4 dənə rəng var. Demək ki 4 dənə rəngdə hərəsi 2 üstü 8 yer tutursa 2 üstü 32 olacaq da bu. Elə deyil. Bunu bilmək asandır. Mən bunu nə edə bilərəm? Baxaq uşaqlar. Mən bunu nə edə bilərəm? Mən baxıram ki bu 32-dir, vuracam 32-yə. Mən tutaq ki bu şəkli CMYK-da hazırlamıram uşaqlar. Tutaq ki mən bu şəkli hazırlayıram. Neçə deyək? ...2048 rəng sayı olan bir rəng modelində hazırlayıram tutaq ki uşaqlar.
2048 rəng sayı olan nə deməkdir? 2048 rəng sayı varsa, demək ki, burada bir pikselin həcmi nə qədər olacaq uşaqlar? 211 deməkdir də, bu elə deyil. 211. 11 bit. Vəssalam, məsələ bağlandı artıq. 11 bit. Vəssalam. Bunu vururam artıq bir-birinə. Bax, 2 üstü 1024, 2 üstü 10. 2 üstü 10. Vur. 2 üstü 12. Vur 11. Vəssalam. Əgər bunu megabaytla ifadə eləməkdəsə, artıq bu qalan hissə artıq uşaqlar riyaziyyatdır və informasiya ölçü vahidləri. İnformasiya ölçü vahidlərində biz kifayət qədər keçmişik. Kifayət qədər buna aid testlər də işləmişik, çox maraqlı testlər də işləmişik. Vəssalam, oradan da böləcəksiniz 223-ə, məsələnin cavabını tapacaqsınız. Yəni burada heç kim gözündə qorxutmasın ki, bu çətin dərsdir və ya başqa nəsə. Burada çətin heç bir şey yoxdur. Çox rahat dərsdir, çox maraqlı da dərsdir. Buna aid kifayət qədər məsələ tipi də var test bankımızda. Belə. Yəni bizim qarşımıza bu tipdə məsələlər çıxacaq. Təsvirlərin həcmlərinin tapılması və ya hər hansı bir rəng sayı verilən rəng modelinin bir pikselinin həcmi və ya bir rənginin həcmi. Belə uşaqlar.